Deməli Şəhidlər Xiyabanını ziyaret ettikten sonra Dədə Bəhməni, Bəhmən Vətənoğlunu ziyaret edirik. Eyni zamanda Qəmkeş Allahverdini, Kəlbəcərimizin dahi sənətkarlarını, xalq şairi Bəhmən Vətənoğlunu ziyaret edirik. Kəlbəcərə Qayıt İctimai Birliyi olaraq. Etibar. Dədə Bəhmən nətər demişdi, dedi, istəyirəm səhvimizdə döyməni, əllərinə qurban olmay dədə. Ata ölsə oğul gül tək solarmış, qız ağlayıb saçlarını yolarmış. Ataya da ata lazım olarmış, yollarına qurban olmay dədə. Mən Bəhmənəm, sən yolunda bilməli, dara çəkir həftə məni, il məni. Səndən ayrı o qundurur, oba məni, el məni, ellərinə qurban olmay dədə. Allah ellərimizi var eləsin, elə Bəhmən Vətənoğlunu da, Qəmkeş Allahverdi, Süzayət müəllimi, elə hamısını tanıtıran elimiz olmanız olur. Allah hamısına Bəhmən müəllimin bu gün böyük şairimizdir. Böyük aşık, ozan, filosofumuz Qəmkeş Allahverdinin məzarını bugün ziyaret edirik biz Kəlbəcərə Qayıt İctimai Birliyi olaraq. Mən hesab edirəm ki, Bəhmən Vətənoğlu, Qəmkeş Allahverdi, Məmməd Aslan, şair mücahiddə şəhiddir. Bizim Kəlbəcərin şəhidləridir. Azərbaycanın mənəvi şəhidlərimizdir. Bəhmən Vətənoğlu, Məmməd Aslan Türk dünyasının böyük şairləridir, böyük insanlardır, şəxsiyyətlərdir. Ruhları şad olsun, məkanları cənnət olsun. Allah Onların ruhları bugün şaddır. Evet. Axşam da qəribdir, mən də qəribəm. Nələr ürəyimdən keçdi, darıxdım. Zalim ayrılığın kamil ovçusu ox attı, sinəmi deşdi, darıxdım. Nə kövrək sahatdı, nə kövrək yandı. Nəfəsim təngidi, ürəyim yandı. Kəpəzdən bir ovuş bulut boylandı. Nələr ürəyimdən keçdi, xəyal uzaqlara köçdü, darıxdım. Qoy yazın varağı, qalmasın ağı. Kim çəkər həsrəti Bəhmən sayağı? Çox da müqəddəsdir Gəncə torpağı. Kəlbəcər yadıma düşdü, darıxdım. Böyük şair, ruhum şaddır. Allah sənə rəhmət eylesin. Məkanın cənnət olsun. Bəhmən Vətənoğlu deyəndə Kəlbəcər, Kəlbəcər deyəndə Bəhmən Vətənoğlu başa düşülür. Ruhu qarşısında baş Bəhmən əylə. Vətənoğlu öz şeirləri ilə Kəlbəcərin abidəsini qoyub, heykəlin yaradıb, öz sözləri ilə. Bəli. Yəni, böyük şair. Famil Bəy, Böyük şairimiz. Böyük şairimizə Aşıq Ozan sənətindən də söhbət atanda Qəmkeş Kəlbəcərin fəxri şair, filosof Ozan, böyük saz, ustad sənətkar, saz sənətkarı. Qəmkeş Allahverdi həqiqətən həm aşıq idi, həm filosof. Bəli. Qəmkeş Allahverdinin məclisində səs eşidilməz. Yəni, bizim kəndlərdə də çox toylarda olur. Allah rəhmət. Özdə onun sözləri fəlsəfi atalar sözləri idi. Atalar sözləri. Atalar dəfələrlə yəni öyüd nəsihətlər və nəsihətlərini eşitmişəm. Allah rəhmət eləsin Qəmkeş Allahverdiyə. Yazırdı ki, bir gün yolum düşdü məzarsanlığa. Orada zaman qışdı, dövran yatıbdı. Sanki pıçıldaşdı hər məzardaşı, şair, asta yer insan yatıbdı. Önümdə canlandı o zülmət aləm, ürəyimdə kədər, gözlərimdənəm. Bu dünya bivəfa insan ömürkəm, yolunda əcəl tək aslan yatıbdı. Nazənin gözəllər boylanmır orğun, şövqülü cavanlar düşübdü yorğun. Fikir ver, ha, məzar var yazılıb qərib olduğun, əcəldən tapmayıb aman yatıbdı. Elə özləri üçün yazmışdı. İndi burada yatır Qəmkeşin. Bəli, deyir, axırda deyir, eşitsən Qəmkeşi, ədalətli ol. Xalqa hakim olsan, mərhəmətli ol. Varın varsa biraz səxavətli ol. Dövləti, şöhrətə uyanlar, üryan yatıbdı. Allah cəm şəhidlərimizə rəhmət eləsin. Bunlar Bəhmən Vətənoğludur, Süzayətdir, Qəmkeş Allahverdidir, Məmməd Aslandır, Ənvər Rzadır, Meyitxan müəllimdir. Digər bizim dəyərli şairlərimiz, böyük şairlərimiz bizim üçün, hər birimiz üçün mənəvi şəhidlərimizdir. Onların ruhları qarşısında baş əyirəm. Allah rəhmət eləsin. Allah rəhmət eləsin. Əziyyət olmasa, bax, sırayla durun. Sözdən qala qurdular. Ben çekeyim.
Kəlbəcəri sözlə işğaldan azad elədi. Sen bırakın ki. Oradan dur. Ümumi Bəhmən müəllim də gəlir. Bir kadr götürüm.